Əziz dinləyicilər, bugünkü intervyumuza xoş gəldiniz. Bugün əziz qonağım Rıza Talebi bizimlə Urmu gölündən danışacaq. Rıza bəy, xoş gəldiniz. Hoş geldin. Rıza bəy, ilk sualımı soruşmaq istəyirəm. Urmu gölü siz bildiyiniz kimi tam olaraq qurumuşdur. Araşdırmalara görə bu vəziyyət çox faciələr gətirəcəkdir. Bu gölün quruması haqqında, bu faciələr haqqında bizə nə deyə bilərsiniz? Siyasi olaraq, iqtisadi olaraq, sağlamlıq hətta məsələləri olaraq bizə nə deyə bilərsiniz? Selamlar herkese. Teşekkür ederim beni davet ettiğiniz için. Bütün izleyiciler ve dinleyiciler de salamlayıram. Elbette sualınız çok kapsamlı bir sualdı. Yani su meselesi dediğimiz zaman bunun hem kültürel hem içtimai, siyasi ve ekonomik yan etkileri olan bir meseledir. Amma çalışacağım ki, qısa sürətdə sizin sualınıza cavab verəm. Yəni, Urmu gölünün quruması Güneş ilinin 70-ci illərdən başlayıb bu qurulması davam edən bir məsələdir. Halbuki daha çox keçmişə girmirəm və bunun tarixsel sürəcini və geçmiş rejimdə nə qonular olduysa bu haqda necə bir siyasət və politika izlənmişsə, o sualların içərisində onlara işarət edəcəyim. Urmu gölü deməli olar ki, 12 dənə daimi çay ona axır, 2 dənə də fəsli demək olar çay var, əsas çaylardan birisi vardı ki, onlar bu gölü və bu hövzəni doyuzdururlar. Ancaq bunun yanında da 14 dənə bizim gölətlərimiz var, yəni talablarımız var. Bu gölətlərdəki ola geçmişdə 70-dən bu yana əsas olaraq onların qurulması başladı. Yəni bu Seyran gölüdür, Sulduzuncudur və ya hətta daha uzağa baxdığımız zaman o hövzədə Quru gölün qurulmasının başlanmasıdır. Bu sürəcin davam etməsi təbii ki, fərqli-fərqli boyutlardan və çərçivələrdən analiz edilə bilər. Birincisi iqlim dəyişikliyidir, yəni dünyada bu çevrənin dəyişməsi və havanın artması, yəni bildiyiniz şəkildə İranda havanın artması 10 illik bir hava artışının məsələsi ortada vardı. Yəni o endeks bu şəkildədir. 20 qat dünyadan daha çoxdur. Yəni demək olar ki, onda 4, yəni çahar dəhum, 4 onda 4 olaraq dediyimiz şəkildə bir artış olubdu Selsius bazında və bu təbii ki, etkilir. Ancaq ondan ziyadədə dövlət politikaları bunu əsas olaraq gölün qurumasına səbəb olan problemlər %90 oradakı olan suların çoxu əkinçiliyə gedir və bu %90-dan demək olar ki, daha ziyadəsi %2-si və %3-ü bunun içmə suyu olaraq həm Qərbi Azərbaycanda və həm Şərqi Azərbaycanda istifadə olunan sudur, ancaq digərləri də sənaye bölgəsinə gedir. Bu məsələ bu ki 1979-dan bu yana bu sənayeləşməmə sürəci, yəni İranda petrola və neftə dayalı olan politikanın izlənməsi xalqı daha çox əkinçiliyə və tarlalarda əkməyə zorlamışdı. Yəni bir nəvi bir şəkildə çoxlu meralar, yəni mərtələrimiz dediyimiz şəkildə və ormanlar, meşəliklər də aradan gedib və onun yerinə fərqli çox su aparan meyvələr və yaxud məhsullar əkilib. Məsələn, önəmlisi olanda suğundurun əkilməsi, qarpızın əkilməsi, məsələn, indilik durumda 30 min ton qarpızın Şiblidə əkilməsi, halbuki Urmu gölünün havzasına da aid deyil, amma yan etkisi vardı, yəni Araz hövzəsinə bağlı olan bu bölgə 260 litr hər qarpız su aparır, bu 7 milyar 800 milyon metrə küp dediyimiz şəkildə burada sadəcə qarpıza məsrəf olub, bu qarpız da sadır olunur, yəni su sadır olunur. Ondan sonra bu əsas məsələlərdən birisi də ki, bu suyun kontrol edilməsindən izinsiz və yaxud başı boş buraxılmış quyulardır. 80 min quyu deyirlər rəsmi bəlgələrdə, İranın verdiyi rəsmi bəlgələr, amma 120 min quyuya qədər orada hövzəsində vurulub və bu quyular daha da dərinləşir və dərinləşdiyi halda da yeraltı süfraların suyunu
çəkir və həm şorlaşmasına köməklik edir və bu şorlaşmadan ziyadə Urmu gölünün altındakı, yəni su bəsləndiyi bulaqlar və çeşmələrdəki vardı, onların yönünü də tam tərs tərəfə yönləndirib və bu quyulara gəlir və bu quyulara gəldikdən sonra da təbii ki, şor su və şirin suyun da qatılmasının imkanı vardır. Başqa nədənlərdən birisi də və yaxud da işarə etdiyiniz kimi barajların vurulması. Rəfsəncani dönəmindən bu yana vurulan barajlar və özəlliklə qərargahı Xatəmin vurulduğu barajlar həm daha çox sulu yerlərdə, Əhvaz bölgəsində və onlardan suları yönləndirib, məsələn, demək olar ki, Kuhrəng 1, Kuhrəng 2 kanalları kimi İsfahana, bölgənin ortasına aparması da təbii ki, su mafiyası dediyimiz dövlətin içərisində yerləşən su mafiyasının politikalarının içərisindədir. Bu sular ki İsfahana getdiyi zaman və Yezdə getdiyi zaman ki sənaye o bölgələrdə vurulubdur və bu Rza Şah dönəmindən başlanan bu yarım yamalaq sənayeləşməsinin politikasının içərisindədir ki, çox önəmlidir ki, 1354 şəmsidə Setiran müəssisəsi bir fransız və İran müəssisəsidir və onun da ardında da burada 1356-da da Manting və Bukerzin verdiyi bilgilərə görə çox əsas və önəmli bir öngörülər görülür. Budur ki, İranın 2/3 quraqlıq olduğu yerdə də burada sənayeləşmənin doğru olmadığı və İranın cənubunda sənayeləşmə getməsi və bunlar 1399 günəş ilinə qədər 50 milyon olacaq İranın nüfusunu təxmin etmişdir ki, indi görürük ki 88 milyona qədər yaxlaşan bir nüfus vardı. Kəsinliklə bu bölgədə yerləşmələri lazımdır və bunların istifadə etdiyi 60 milyard metrə küp su istifadə etməsi gərəkir ki, 50 milyard metrə küpü yeryüzü sularındandır, 10 milyard metrə küpü də yeraltı sularındandır. Bu gedilməsə İran bir çöküşə doğru gedəcəkdir. Ancaq bunun tam tərsi oldu. Bunun tam tərsi olduğundan sonra aşırı dərəcədə barajların və bəndlərin vurulması Karunda elə oldu ki, patladı və bunlar milyarlar dolar xərclədilər, rezin gətirdilər İspaniyadan və səddin ortasına vurdular. Və bu səddin nə qədər demək olar ki, əkinçiliyə və nə qədər demək olar elektriyə verdiyi karı o vasitə ilə tam bir zərərə və xüsrana apardı. Ondan sonra səddlər məsələsindən ki, işarəti çox önəmlidir. Məsələ, örnək olaraq aparıram İran ortasında. Su mafiyası dediyimiz şəkildə necə olar ki, Şiblidə Sepah vasitəsilə və İsfahandan gələn əkincilər və yerləri alırlar. Yəni, əski tarixdə deyim, timar edirlər bu yerləri. Zayəndərudun başındakı olan su yuxarıdakı olanlar düyünün əkməsi və bunun hamısında bunyadı bərəkətin etməsi. İndiki rəisi dediyimiz cənabların mavini, birinci mavini Ağay Müxbirin himayəsi altında bunyadı bərəkət ki, əlbəttə Azərbaycan bölgəsində də çoxlu yatırımları vardı. Bu barajlardan istifadə etməsi və ona düyü əkməsi. Hətta verilən su ki, fabrikalara və ya zavodlara verilir bu su yenidən döngüyə dönüb və gəlib istifadə olunması bu su da satılır. Su satılır və döngüyə də dönmür və istifadə də olunmurdu. Bu başqa bir problem. Ondan sonra bunlar gəldilər, bir dənə tərh qoydular. Tərhi Nəkaş adında farsça, yəni Nəkaş, yəni devlət subsid verəcək. Bu məsələlər olduqdan sonra ki, əkincilər çox əkməsinlər. Bunu 3 illik gördülər. Bəziləri bunu dedilər ki, 5 ilə qədər gərək bu verilsin ki, oradakı quraqlıq məsələsi etkilənməsin və onlara subsid verilsin. Ki, yaxlaşıq demək olar ki, 200 min hektar bunların verdiyi yeni deputatları, millət vəkilləri hər il bu Nəkaşda doğru gedəcəkdir ki, bununla müxalifət olanlar bəziləri dedi ki, Behkaş, yəni gətirib biz deməli, püstaq az əkək, başqa bir meyvələr və məhsullar əkək ki, su az aparsın. 200 min hektarı necə bunlar azaldacaqlar, o hələ bəllidir. Halbuki hələ Qərbi Azərbaycanda 180 min hektar daha da əkilən yerlər çoxalıbdır. Yəni, fərqli dem olan yerlər və yaxud meşəli olan yerlər aradan gedib və bunu da deməli, hər kəsdə daha çox
kəndlərə yönəlibdir. Şəhərlərdə o namütəvazın dediyimiz yerləşmədən və bahalıqdan dolayı kəndlərə yönəlibdir. Bu kəndlərə yönəlmədə suyun istifadəsində daha da çox çıxaldıq və bunu dövlət kontrol eləmir. Siz baxın, məsələ, e, e, Urmu gölünün tovsəsi ki 360 min hektar inqilabın başındadır, 800 min hektara yetişibdir. Yəni əkinçilik daha da çox güclü və bu zərər vericidir. Yəni dövlət sənayeləşmədən öncə əkinçiliyi o qədər təmin edir ki, dünyada sırasını bilmirəm, amma İranın içərisində birinci olaraq Qərbi Azərbaycan bölgəsi birincidir almada və bu almalar 14 mindən satılır ki, heç bir dəyəri yoxdur və bu qədər litrdə su aparır və bu zərər verir. Siz baxın, bunun katma dəyəri nə qədərdir? Yəni mən yazmışam burada 34 katma dəyəri və ya ərziş və əfsudəsi ki var, %16. 34 bunların iştiğalları da əkinçilər, %16 bunun ərziş və əfsudəsi. Bunun gətirib Qərbi Azərbaycana baxda 100.000-də 1 doldur. Yəni bir dənə qatma dəyər və ərziş əfsudə üçün gəlib devlət bu qədər suyu rahatcasına qoyur, başı boşa gedir, təxir olunur, aradan gedir və doğru düzgün şəkildə istifadə olunmur. Bunu o zaman Brookers bunu açıqcası dedi ki, əgər İran istəyirsə protein baxımından, yəni ətdir falandır, bunlarda iləri gedərsə gərək buğda ithal eləyə. Yəni sadəcə heyvanlar baxımından bunlara yatırım yatır və ya istəsə ki, buğdada xudşəfa ola bunların dediyi kimində gərək ət ithal eləyir. Yoxsa bunun hər hansı bir şəkildə bu suyundan bu bölgədə imkanı yoxdur. Urmu gölün başqa bir məsələsindən də baxdığımız zaman da bu siyasət ki, bəyər işarə elədik Rəfsəncan dövrəndə, bunlar 1363-də gəldilər. Bütün Azərbaycandakı olan duvarlarda yazılır, buğda əkin ki, xudkəfa olaq, istiqlalımız olsun, buğda istiqlalı və bütün insanları bu məsələyə, əkinçiliyə yönləndirdi və hər hansı bir sənayeləşmə olmadan göçü də artdırdılar. Şəhərlərin ətrafına göçlər çoxaldı və bu göçlər çoxaldı, bu gettolar oluşduğu zaman yavaş-yavaş şəhərin içində əriməyə başladı, mühacirət daha da yüksəldi, Təbrizin atıram məsələ, su məsələsinə görə indi ki bunu görürük, o gettolaşmasıdır. Yəni əkinçilərin və kəndlərdən gəlib orada yerləşməsi ilə bərabər bunu qaldıranmadı, Urmiya bunu qaldıranmadı və getdikcə içmə suyu ki, ən az istifadə olunan sudur ki, İranda demək olar ki, içmə suyu %20 qat dünyaya görə bunun səranəsi daha çox yüksəkdir və istifadə olunur və bu getdikcə %30 qata qədər çatır və bu dəhşət dərəcədə yeraltı sularını, oradakı səthləri hamısını etkidir. Ancaq birinci sualınızda cavabını bunların hamısını dediyimiz şəkildə. Birincisi, devlətin su politikası olmaması. İkincisi, devlət bu konuda hələ tərhi amayiş dediyimiz zaman inqilabdan qabaqdır. Bunu hələ məclis də təsvib eləməyibdir, amayişi sərzəmin. Yəni siz su vurulduğu, quyu vurduğu zaman bunları gedib nəzarət edirsiniz, bağlısınız, onlara kontor qoyursunuz və yaxud hər yerdə qoymusunuz ki, məsələ quyu vurulsun, hər yerdə qoymusunuz, şəhər böyüsün və ya kiçilsin. Bunu ki, şəhərsazınla əlaqəli həm Vizarət-i Niru işdir, həm Vizarət-i Cəhad işdir. Bu, üçüncüsü, fərqli qurumların olması. Şurayı Aliyə Vizarət-i Niru, Vizarət-i Cəhad Kişavərzi, Sipah Pastaran, Vizarət-i Difa, Tərtiş və bunlar və Vizarət-i Sənaye, bunların hamısı hansı bir metoda uymayaraq bərabər çatmağa və əzməyə və orada fürsətlərdən istifadə etməyə bunu çalışırlar. Beşincisi, burada dediyimiz şəkildə iqlim dəyişikliyi ola bilər. Təbii ki, bunu dedim ki, havanın artması ola bilər, amma bütün araşdırmalar bunu göstərir ki, ən az etki edən şey iqlim dəyişikliyidir Urmu gölün məsələsində. Altıncısı, xalqın buna bilinçsiz qalması. Yəni bu devlətin olmaması, yəni mən deyəm əsas İranda hər hansı bir devlət yoxdur, bir mafiya vardır. Bunun olmaması xalqın özü duyarlılıq buna göstərməməsi. Biz bunu deyəndə insanlar gəlirlər ki, xalqı susuz. Yox, biz deyirik ki, devlət yoxdur. Devlət yəni heç baş qoşmur. Yəni və bunu da qurtarmayacaq. Xalq gedib bu qədər quyunun qazması, gedib öz bağlarında bu qədər istəxrin eləməsi, suya duyarsız qalır. Çünki bu su İslam Cumhuriyyətində bu milli demək olar ki, dünyadakı böyük bir qaynaqdır. Yəni Dünya Ticarət Örgütünün verdiyi bilgilərə görə 2050-yə qədər 1 milyar
su göçməni olacaqdı. Və bizim xalqımız da bu su göçündən istisna deyil. Yəni məşrutə dövründə 200 min nəfər biz adam göndərmişik şimala, göç ediblər. İranda əsas bir göçlərindən birisi. İkincisi də Zabuldan olan bir göçdür. Yəni bu göç eyni Zabulda Hamun dövründə bu inqilabdan qabaq Qurqana və Şimali Xorasana getməsi ilə belə necə bir sosio-kültürel, etnografik bir problemlər orada yaratmışsa, bu da bizim xalqımızın öz etdiği, təəssüflə, yəni duyarsız qaldığı məsələdən səbəb olacaqdır ki, biz də bundan qarşı-qarşıya gəlib digər suallarınıza çalışacağım ki, digər məsələləri ətraflı şəkildə dağılmadan deyim. Çox sağ olun dəyərli bilgiləriniz üçün. Sizcə Urmuc gölünün əsas qurulma səbəbi nədir? Əsas olaraq birinci. Əsas qurulma səbəbi, bilirsiniz, Urmuc gölü, bu göl daha öncələrdə də problemləri olubdu və məsələn gedirsiniz, baxırsınız ki, 4-cü əsrlərdə ya İstəxrinin, Əbudüləfin yazdığı bu göldən, Yaqut Hüməvinin, Təbərinin, bunların hamısının gölün təriflərində o qədər olur ki, qısaca burada deyim ki, hətta deyir ki, göldə balıq var. Göldə deyir ki, hətta bunu deyir, kəlbulma yəişu filma. Kəl bulma, yəni su iti var idi. Su iti ki, Xəzərdə də oldu. Yəni bu qədər, yəni bu su o qədər rəqiq halətdə idi ki, o qədər düzgün idi, o qədər orada bəslənir ki, hətta bunun iyisi, o biz orada dedi pəxlən deyərik ona, pəxlənin iyisi də vururdu ki, dəhşət dərəcədə bütün tarixçilər bunu yazıblar. Amma getdikcə bu gölün quruması və bunu inqilabdan sonra başlaması tamamilə bayaq da şərt etdim. Sərt vurmağın bilinçsiz şəkildə sədd vurulmaq. Yəni torpaq səddlərin yerinə daha çox betoni səddlərin vurulması. Daha çox məsələ bu kanalların layrubi və təmizlənmə etməməsi. Ondan sonra bunun mütəvəllisi olan Sitadi İhya, Dəryasürmiyə, siz fəqət gedin bunun saytına və yaxud Mərkəzi Mütalaat və Pəncühi Dəryasürmi Danışqahı Urmiyan kim gedin var saytına baxın. Və 8 ayda update olunmuyor. 9 ayda update olunmuyor. Bu qədər bilinçsiz şəkildə. 15, mən burada yazmışam ki, burada nə qədər büdcə verilibdir, bunlara büdcə verilibdir ki, bunu istifadə eləsin. Bu proje ki var idi, bunlara büdcə verdikləri zaman ki, dəhşət dərəcədə o büdcənin də öz dövlətləri, rəisi də elam edir ki, bunun %20'sini istifadə etməkdə 12,7 milyard dolar büdcə Birləşmiş Millətlər vasitəsilə ki, Hifazət Talabı İran var, 1384'də 12 milyard,7 100 milyon dolar buna ixtisas verildi. Bunun deməli olar ki, %20'si öz dedikləri qədər buna istifadə olunmayıbdır. Hələ dövlətin də 1400'e qədər 15 milyar, 1000 milyar, himmət deyirlər də, 1000 milyar tümən bunun qoyduğu himmət olaraq buna ixtisas verilibdir və bu bəlli də hara gedibdir. Bu qədər dərin büdcə olduğu zaman 3 illik proje ki deyirlər, əkinçiyə siz subsid verə bilirdiniz bu tərhindən qarşılıqda. Yəni əkinçi sən əhməcinə və bu əhdin tamamilə bu ərzişah sudan zərərlidir, gəl sənə sənayiləşdirək, başqa işlər gördünən və yaxud bəyər işlədir, dəryanın cənubunda fərqli duz işləri, mədənlər, artimiya işi, bunları eləyə bilərlər ki, əkinçiləri orada iş verdikləri zaman, yəni burada 2 milyon insan, 3 milyon insanın işi ki əlindən alır, buna iş verdiyi zaman bu büdcəni istifadə edə biləriz. Amma hər hansı bir büdcə istifadə olunmayıbdır. Bunun ki, həqqabətini verməkdədir, baxın, 3,4 milyar metrə küp bunun həqqabəsi verilməsi lazım. 850 milyon metrə küp bunun həqqabəsini gətirib Cumhur İslamı veribdir. Və bu həqqabəni də verdiyi zamanda gətirib işsiz zamanlarda səddləri, barajları aşmaqla bərabər bunun səthi ki yuxarı olduğu zaman tez buxarlaşıb və aradan gedir. Halbuki bunu qışda əkinçiliğin olmadığı zamanda və suyun çox olduğu zaman aşması lazım idi ki, bunu etmir. Üçüncüsü müdiriyyətin olmaması. Aşırı dərəcədə. Yəni biz bunu gəlib bir yandan oturub ki, dəlillə gətirək ki, bunu danışaq ki, nədir? Hər hansı bir müdiriyyəti, kontrolü, buhranı, ab və ya su dediyimiz şəkildə
İranda yoxdur. Özəlliklə Azərbaycan bölgəsində heç bir yoxdur. Yəni ikinci bölgə olaraq su baxımından indi bu halə düşməsi dəhşət dərəcədə bir politikanın olmamasıdır və bunu da gətirib çoxunu fərqli-fərqli dövlətlərin boynuna atır. Yəni Türkiyəyə, nə bilim, Əraqdan belə oldu, siz gətirib burada 600 milyon metrə küpü Kalmisip dediyiniz o kanaldan ki gətirib gölə tökəcəksə bu 3,4 milyardın harasını dolduracaqdır bu? Ya 1 milyard metreküp dediğiniz Urmiye təsfiyəxanası, Təbriz təsfiyəxanası bunların sil və səddindən açtığınız zaman bu harasını dolduracaqdır? Və fəqət sadəcə keçici olaraq millətə göstərib ki biz buranı doldurmuşuq və qutuldu getdi. Budur, hər hansı bir politika yoxdur. İndi də məclis intihabatların yanında oldu gördüyünüz zaman daha çox məclis deputatları, nümayəndələri gəlirlər. Bu məsələdən danışırlar. Hələ ki hələdir 300 milyon metrə küp ki Arazdan gələcəkdir. Hələ bu Urmu gölünün hovzəsində də deyil, o hovzədən istifadə olunacaqdı Urmu gölünü. Bu 300 milyon metrə küp də gəlib çatmayıbdı Urmu gölün məsələsinə və bunun qurulması da mühtəməldir. Axır olaraq da bu sualın cavabında səbəblərindən birisi dediyim şəkildə də budur ki, bir nevi bu etnografiyanın tamamilə İranda dəyişdirmə halətidir. Baxınız, Kürdistan bölgəsində yatırım etmədən Kürt bölgəsindən insanlar daha çox gəlişmiş onlara görə Azərbaycan bölgəsinə gəlirlər, yerləşirlər. Orada da yatırım etmədən bunların daha çox insanları gəlib Tehran bölgəsində yerləşir. Yəni bir sirkülasyonu siz görürsünüz. Tehranda da insanlar daha çox neft, petrokimya üzərindən devlətin yadında cənuba doğru yerləşirlər. Yəni xalqı bir nəvi yavaş-yavaş o təhqir politikamız dediyimiz şəkildən cənubdan yavaş-yavaş bir çərxə içərisində ölkənin ətrafında dolaşdırır və bu tamamilə etnografiyaların bir-birinə girməsi və bir-birinin içərisində əriməsinin sağlamasının bir nəvi səssizcə bir politikadır ki, Cumhur İslami təəssüf onu davam edir. Çox sağ olun açıqlamanız üçün. Mən onda o biri suala keçim. İranda ən quraqlı olan yerlər mərkəzi yerlərdir daha çox. Kirman, Simnan, Yəz, İsfahan kimi yerlərdə, hətta qədimdən qənat kültürü belə olan yerlərdir. Amma indi baxdığımızda ki, zaten bu adımı çəkdiyim yerlərdə daha çox farslar yaşayır. Bu gün Təbriz, Urmiyə, Xuzestan kimi yerlərdə daha çox biz susuzluq və iqlim faciələrini eşidirik. Sizcə İran İslam inqilabından sonra bu siyasətlə bağlı siz zaten kitab yazmışsınız. Sizcə bu nədəndir? Biz niyə bunu eşidirik? Baxınız, su məsələsini ilk başda dedim, danışdığımda su əsas hər şeydir. Yəni suyu bəzi insanlar sadəcə bu verdiyimiz rəqəmlər məsələsi də su hər şeyi etkilər. Yəni sosiologini etkilər, insanın genetiğini etkilər, kültürünü etkilər, hər şey. Yəni bütün mədəniyyətlər suyun yanında. Yəni bu Orta Doğuda bütün mədəniyyətlər suyun yanında yarandı və sudur ki, bunları təşkil edir. Sonra yollarla bərabər bu mədəniyyətlər bir-birindən kültürel alışveriş içərisində olublar. Mən yenə də bunu sürəkli gəlirəm, başdan deyirəm ki, bəzən insanlar düşünür ki, bir bəlkə aşırı dərəcədə bir gizli politika. Məndə heç politika yoxdur. Yəni Cumhuri İslamidə dediyim şey ki, su haqqında hər hansı bir politika yoxdur. Və bu köçəri olan, geçici olan politikalar da ki, sosyo-kültürel məsələləri etkiləyir. Bunun İslam Cumhuriyyəti suyu bir güvənlik məsələsi etməsidir. Daha öncə biz gördük ki, işarət etdiyiniz bölgələrdə mesela Hurul-Əzim məsələsi, Əhvaz bölgəsində, Çarmaqlı, Bəxtiyaridə və yaxud oradan su aparıb İsfahana getmə və burada şiddətli dərəcədə etirazlar oldu. Və bu etirazlar da ki, su etirazları dediyimiz şəkildə tam bu etniklərin olduğu bir bölgədəydi. Mesela Əhvaz bölgəsinə və yaxud ərəblərin yaşadığı bölgəsinə baxdığınız zaman Hurul-Əzim bir nəvi qurutulur ki, oradan petrol və neftin istixracı olaraq Çinlilər vasitəsilə görülsün. Və yaxud Urmiyə məsələsində ki, gələcək suallarınızı daha detallı şəkildə bunu izah edəcəyim. Bunlar əmniyyəti və güvənlik məsələsinin altında tərif olduğu zaman bu olur. Çünki
bilim adamı gəlib bu sahədə bilim məsələsi üzərində nəzər vermə imkanı yoxdur. Görüş vermə imkanı yoxdur. Siz İranda hidropolitik konusunda baxdığınız zaman ən sayısı qədər kitab tapa bilirsiniz yazılmış. Və İranda dəhşət dərəcədə gedib İsveçrədə, fərqli yerlərdə oxuyub gəlib o bölgədə sadəcə hökumətin etdiyi politikaları tozih edən professorlar var. Yəni sadəcə sabahdan axşama oturub və bu politikaları tozih edir ki, bu güvənlik məsələsində bunlar hamısı dəyərləndirsin. Doğrudur, su bir güvənlik məsələsidir, su diplomasisi vardır. Su həm daxili bir güvənlik məsələsidir, həm də xarici bir güvənlik məsələsidir. Amma bunun tam tərsini İslam Respublikası istifadə edərək göç və demək olar gettolaşma, şəhərlərin ətrafında demografinin dəyişməsi və bu xalqların bir-birinin içərisinə girməsi ilə bərabər bizim yadımıza gələn elə əskidən su davaları Belçənlə, Nacafla bir-birlərinə həmlə etməni tamamilə Cumhur İslamı o mikro boyutdan makro boyuta gətirir. Siz baxdığınız zaman deyirlər ki, bu tozlar ki gəlir, məsələn, o Əhvaz bölgəsində və Ərəb bölgəsində, bunlar hamısı fərqli yerlərdən gəlir, İraqdan gəlir, Suudi Ərəbistandan. Bizim dostlarımız İstanbul Teknikdə araşdıranlar göstərdilər ki, bu Türkiyənin etdiyi məsələdən dolayı ki, yəni orada da etnik məsələsini qoyur ki, Azərbaycan və ya Əhvazda Türkiyə edir ki, bunu sizin özünüzdən olan bir şəxs, daha yaxın olan bir ölkənin qap projesi və yaxud Diclə və Fərat üzərində vurduğu Ərəqdə quraqlıq olur və bu səbəb olur ki, bu bölgələr etkilənsin. Araşdırma göstərdi, daha çox Mısırdan və Suudi Ərəbistandan gəlir. Əsas məsələsi olan birisindən budur ki, Tehranda olan tuzlardan gəlir. Tehranda olan tuzlarını Allahabad qəzvindən, dövlətindən qurutdular. Kürdan çayı oraya gedərdi, onu qurutdular və Tehrana da bu toz gəlib etkiləyib. Yəni mən bunu gördüyüm zaman deyirəm ki, bunlar dəhşət dərəcəsi politikasızlaşıblar, yəni bu məsələdə. Yəni əlinə, ayağına bulaşıbdır. İslam Respublikasının su məsələsi nə ayağına bulaşıb? Bəluçistan bölgəsində, Ermən məsələsində, Hərirut məsələsində, Çin və Hindistanın yatırımları olduğu bərabərdən Əfqanistanda barajların vurması vasitəsilə Sistan və Bəluçistan bölgəsində Bəluçların yaşadığı bölgədə su problemi yaşayır. Xuzistan və ya Əhvaz və ya Ərəb bölgəsində yaşayan insanları tamamilə petrol quyuları və doğal qazın istixracı və onların suların sənaye bölgəsinə aparması su problemi yaşayır. Azərbaycan bölgəsində dediyimiz şəkildə Türkiyəni suçlayaraq doğru düzgün yönetim olmadığı halda və suyun daha çox buxarlaşması politikası ilə bərabər onlar da su problemi yaşayır və bunların hamısı elə bir şey olubdur ki, əlinə ayağına bulaşıbdır və çalışır ki, güvənlik məsələsini ortaya qoyduğu şəkildə su məsələsini bir güvənlik məsələsi etsin və bu güvənlik məsələsi, güvənlik gücləri girir bunun içərisinə, Sepah girir, fərqli örgütlər girir. Çünki bunların da karı var bunda. Bunların da demək olar ki, qərargah xatəmində istəkləri vardı burada və bu su mafiyası ta o zaman ki, bu sistemin üzərində hakimdir, bu davam edəcəkdir və bundan hər hansı bir ilerleyiş, hər hansı bir umut gözlənti də məncə bir səxavətdir. Yenə də sağ olun. Siz Sepahdan bəhs elədiniz. Mən oradan bəhsə davam eləmək istəyirəm. E, indi sədlərin tikilmə tarixindən sonra Urmu gölünün suyu çox dəhşətli şəkildə yenməyə başladı. Amma buna baxmayaraq yenə də orada sədlər tikildi və hələ də tikilir. Sizcə bu, yəni bunun çoxunda dediyiniz kimi Sepah tikir. Sizcə Sepahın bundan faydası nədir? Sözlər keçir ki, burada o mədəni maddələrə, litiuma görə, onun istixracına görə bu işlər görünür. Sizcə Sepah bundan nə fayda edilir? Birincisi ekonomi faydadır. Yəni ölkə tamamilə Sepahın əlindədir və sadəcə su məsələsi deyil. Yəni qərargah xatəm necə ki bu neft məsələlərində əlinə gözünə bulaşdırdı. Yatırımları cənubdakı olan petrokimya və neft məsələsi üzərində çalışdığı zaman su məsələsində də Rəfsəncan dövründə bunlara verilən bir rant idi və bu qərargah xatəm fərqli şirkətlərlə, məsələn, Massi 101-i, Kəbə 102-yi, Əmin şirkəti Mahabquds, müşavirini Mahabquds və bunlar böyük bir rant ilə bərabər o dönəmdə
həm səddlər və demək olar su məsələsinə çökdülər, həm uçaq firmaların üzərində çökdülər və həm də sənayenin üzərində çökdülər. Və bu vasitə ilə məsələ baxınız Cığatıda və ya Tatavda olan o kanalların çəkilməsi və suyun buxarlaşması bunların hamısını Sepah edibdi orada Cığatıda və gətirməsi və onların layrubi olunması, Urmu gölünün həqqabə verilməsi tamamilə bunu göstərir ki, Sepahdan ziyadə də bir nəvi e, tövsiye namazun, namütevazın dediğimiz yani eşit olmayan ilerleyiş ya development dediğimiz şekilde bu eşit olmayan meselende sipah dəstək edir. Çünki xalqı demək olar ki, bu səddlərlə vurmaq zamanda həm əkinçiləri bir yandan təşviq etmədi. O da həşimçiliyi də dediyimiz şəkildə onların projesinin altında təşviq edir. Həm də bir yandan xalqı daha çox şəhərlərə yönləndirib və əkin məsələsini köçəri olaraq, yəni şəhərdən gəlib kəndə necə Urmiyanın məsələsində vardı. Bir nəvi ikinci bir iş görərək və hobi halətinə gətirmək olaraq da Sepahın şeyidir. Çünki bu vasitə ilə xalq nə qədər kənddən şəhərə getdiyi zaman, gəlişməmiş kənddə getdiyi zaman fəqrlə, işsizliklə və bunlarla əl və yağa olduğu zaman tamamilə bunlar səbəb olur ki, şəhərdə bütün o kasların arasında bu etkiləşim hamısı dəyişilsin. Yəni elə kəndli və şəhərli məsələsi deyil, elə buradan da çıxırdı. Yəni əskidən kəndlilər daha zəngin idilər və şəhərlər daha zəif idilər və kəndlilər hökm edərdilər. Ancaq Sepah bu feodal sistemi yenidən ihya etməklə bərabər eyni o ərbab rəiyyəti məsələsi ilə üzərində feodal sistemi qaldığı şəkildə öz oradakı istəkləri, öz para qazanmağı və öz demək olar ki, güvənliyini hifz etmək üçün bu prosesini davam etdirdi. Və əkinlərin yerinə daha çox ormanların dağılması, daha çox mərtələrin demək olar ki, gətirib alma, meyvə, qarpız, çuğundur bunların əkməsi ilə bərabər və bunların sadir olunması. Baxınız, İran və özəlliklə bizim bölgə ki, ikinci bölgədir suda, dünyanın 20 ölkə arasındadır ki, məhsulat bağı, yəni bağdan ürətilən şeylər ixrac olunur, sadir olunur və bunlar pul gətirir. Yəni siz ölkənin suyunu tamamilə müftə olaraq başqa yerlərə satırsınız. Yəni bunu görsənir ki, hər hansı bir politika gəlişmədə, irəliləyişdə və burada demək olar ki, daha çox ileriyə getmədə yoxdur və sadəcə soyub soğana çevirmə politikası. Bunu rahat, basit deməmiz lazımdır. Yəni dolaşdırıb bu dəlildir, o dəlildir deyil. Tamamilə o bölgəni hərca vurub və bunu istifadə etməyə çalışır. Lityum məsələsi də bu texnik bir məsələdir. Mən yəni lityumun necə, yəni kimyəvi bir şeydir. Olur, əlbəttə deyirlər ki, suyun gəlzəti, yəni indi 250 milligram fikirəm bir litrdə ki, o artemiya da o həddə onu taqət gətirə bilər və qilzət çoxalıbdır və bu qilzət çoxaldığı zaman lityum özəlliklə cənub bölgəsində bunun istixracının imkanı vardır. Necə ki, daha öncədə lityum mədəni Həmədanın yaxlaşıq Korenjiklər, Kəbutərahəng deyirlər, o bölgədə də tapılmışdı. Çox önəmli dərəcədə bir kani və ya mədəni bir maddədir. Bunun istifadəsində ki, əlbəttə Sepahın bir mənafisi ola bilər. Daha öncə dediyimiz şəkildə nükleer və ya nüvə zayiatının, yəni zibillərinin duzlu yerlərdə quyulaması, necə ki, Aral gölündə də bu məsələ oldu. Aral gölü də eyni şəkil, halbuki Urmu gölündən dəhşət dərəcədə böyüdü, onu qurutdular, sonra bir qismini saxladılar və bir qismində də əski Sovetlərin quyuladığı nükleer şeyləri tapdılar ki, o göldə bu şəkildə quyulanmışdı. Yəni fərqli teorilər və komplo teoriləri burada yaratıla bilir, deyilə bilir. Bunların hamısı da imkanlıdır. Amma əsas məsələ budur ki, biz niyə bu cür çaşbaş qalırıq və bilmirik və buna hər hansı bir tozih yoxdur? Çünki ölkədə hər hansı bir politika yoxdur. Ölkədə sadəcə əsas bölgələrdən birisi soyuq və soğana çevirmədə Azərbaycan bölgəsi ikincidir. Bu məsələdə Azərbaycan bölgəsinin misidir, Azərbaycan bölgəsinin suyudur, petroludur, neftidir, əkinçiliğidir. Baxınız, 1350-də şirkəti Muğal orada quruldu. 1350-də qurulub və orada 1350-dən bu yana köçərləri, əşairi
gətirdilər əkinçiliyə doğru itələdilər. Yəni köçəri şəkildə məntəqə gedən qoyun saxlayanı gətirdilər, yerləşdilər və bunun üzərinə çalışdılar ki, bunlar gəlsinlər kəndlərdə yerləşsin və bu kəndlərdə yerləşmə politikası sənayenin olmaması bərabərliklə o zamandan başlayaraq eyni şəkildə durubdur. Hər hansı bir dəyişiklik yoxdur. Yəni 1350 Azərbaycanın muğanı necə ki necədir, eyni şəkildə gedibdir və eyni şəkildə də pisləməyə doğru da, pis olmaya doğru da gedir. Əsas problem budur. Hər hansı bir proje yoxdur, hər hansı bir politika yoxdur və Sepah necə ki oranın neftini aşağıda sömürür, buranın da misini sömürür, lityumu da çıxsa onu da sömürəcək, alması da çıxsa onu da sömürəcək və hamısı da o dövlətə dolar bu təhrimlər dönəmində hər şey ki erkən və hızlı şəkildə pul ola bilir və onları hızlı şəkildə qurtara bilir, önəm daşıyır və su məsələsi indi isə Sepah və dövlət üçün önəmsiz bir məsələ. Ta o zaman ki, xalqın səsi çıxmayıbdır. Bunlar bu məsələni gündəmdə bu şəkildə sadəcə köçəri şəkildə təlqinlə və rəftəkdə saxlayacaq. Çox sağ olun Rza bəy. Son sualım olaraq gölün indiki durumuna görə sizcə Azərbaycan milləti indi nə edir? Baxın, gölün indiki durumuna görə bu göl qurtula bilər. Yəni bildiyiniz şəkildə daha əskilərdən də göl azalıbdır. Yəni bu psixoloji ki, insanların içərisində yarandı ki, göl qurtuldu, öldü bir denəmədir. Yəni atırıl ortaya görərlər xalqın hər hansı bir reaksiyası vardı. Düzdür ki 3300 kilometrə mürəbbədən gəlib məsələn 800 kilometr mürəbbəyə və ondan da daha düşüb 500 olur və fotoğraflar da bunu göstərir ki, ən azından hələ quzey bölgəsində birazcıq su vardı. Azərbaycan bölgə budur ki, insanlar özlərindən də bir başlamalar lazım. Birincisi, su kullanımında və kəndlərdə hər hansı bir devlətin nəzarəti yoxdur. Bax, mən bildiyim qədərlə 1500 dənə fəqət tərhi Kişavərzi, İdarə Kişavərzi Usta, Sazman Kişavərzi Usta Azərbaycanı Qərbidə hələ gözlənilir. Hələ bu halda ki, təhqiq və təfəxxüs ki, hələ başlayıblar Sitadə İhyai Dəryası Urmiyədə, hələ bir sonuç yox. Bu gözlənilən tərhlərlə bərabər hələ dövlətin verdiyi hər hansı bir subsid yoxdur. Dövlətin hər hansı bir çox bağladığı qeyri-mücaz quyu yoxdur ki, bunların çoxu da fərqli-fərqli sazmanların əlində olan və kişi sənətlərin əlində olandır ki, çox böyük pullar vardı onlarda. Kişi sənəti Mahabad olsun, kişi sənəti Muğan olsun və orada fərqli-fərqli Şibli bölgəsində əkinəcək. Dövlət hər hansı bir şey görmür. Xalq özü getdikcə getməlidir ki, kaş bunların dediyi şəkildə və yaxud elə bir ağaçlar və elə məhsullar əkilsin ki, çox su az aparsın. Öz evlərində, öz kolalarında, kətdə getdiyi yerlərdə havuzların və istəklərin vurulmaması, yerdə quyuların bu qədər dəhşət dərəcədə gedib dərinə çəkilməsinin vurulmamasıdır. Bunlar əsas məsələləri xalq görməlidir. Ancaq bu dövlətə fişar gətirmək, bu nümayəndədir, odur, onunla danışmaq, bununla dərdir. İlla xalq da o zamana qədər, mən bu öz həddimdə bilmirəm, sadəcə bir önəri və fikir. Bu dövlət, bu Cumhur İslamı ta o zamana qədər ki, xalqı küçədə, xiyabanda görməsə, heç bir şey görməz. Bunu əskidən də görmüşdük. Bu hecab məsələsində olsa fərqlidir. Ta xalq küçəyə çıxmayıb, etiraz etməyibdir, hər hansı bir gözlənti olmasın. Məclis seçimlərinə yaxın olduğu üçün bu görəv indi millət vəkilləri arasındakı rəy alsınlar və bu şəkildə xalqı yenidən də aldatsınlar. İndi daha çox qabalıq şəkildə davam edir. Əsas məsələ budur. Yəni yenə də o lazımdır, amma kafi olan bir şey deyil. Bunlara fişar gətirmək və bunların üzərində baskını davam etmək. Amma soruşmaq lazımdır. İndi gərək soruşarlar ki, 12 milyar dolar bu hardadır bu verdikləri pul? 15 milyar himmət bu pul ki verilibdir tümən Sitadə İhyai Dəryası Urmiyə. Bu hardadır? 200 min hektar buradan azaldacaqdınız, nə kaç deyəcəkdiniz bu şəkildə? Bu hardadır? Demək olar ki, əkinçilərə subsid verəcəksiniz və təhsil var idi sizin təhsil ki, bu lityum dediyiniz və ya artemiya dediyiniz cənubda bunlarda iştiqalcayı eləməklə bərabər əkinçiləri ona yönləndirib. Hələ biz 2 milyon demirik, 50 min nəfər orada iştiqalcayı edəcəydiniz. Bu məsələ hardadır? Nümayəndələrdən soruşsunlar. Təhqiq və təfəkkür
ki olacaqdı Sitade İhyai Dəryası Urmiyədən hardadır? Ağay dövləti ruhani dövründə bunun %20'si ki yox olubdur bu məsələ. Bu hardadır? Ay dövlətin rəisi, sən ki gəlib deyirsən ki biz bilmişik %20'si yox oldu. Bu məsələ Kanali ki kanisi vuracaq 600 milyon metr mükəb ki vurulacaqdı gələ vura hardadır? Urmiyə təsbihxanasının suyu hara gedir? Təsbihxana Təbrizin suyu hara gedir? Ondan sonra Həqqabə ki aramızdan gələcəkdi 300 milyon metr küp bu gələcəkdi Urmu gölünə. Bunlar hardadır? Əkinçilik məsələsində Sepahın, İsfahan peymankarlarına Şiblidə veribdir qarpız əkməsi. Bunyadı bərəkətin nüfuzu Qərbi Azərbaycanda, Şərqi Azərbaycanda bu məsələ nə oldu? Köçdü sənəti muğam məsələsi, oradakı yeyilən pullar və oradakı Azərbaycanın başqa bölgəsində suya və demək olar ki, protein ürətməsinə təsir qoyan məsələnin ayı aləmi və digərləri ki, bunun peşindəyiz. Bu nə oldu və haraya çatdı? Xəttlərin məsələsi, Ağay Salman Zakir və şəhər sayı səttinin məsələsi deyir ki, təmin abi şurb, yəni içməli suyunun, Urmiyanın içməli suyu ki, orada hər hansı bir məsələ yoxdur, açılması və səttlərdən də o 1 milyard metr küpün içərisində olması, su Urmu gölünə gəlməsə hardadır? Binəyi kişavərzi və xəsarətlər ki, vurulur burada, təzyiq, yəni dolu dəstgahlarının qoyulması Qərbi Azərbaycanın fərqli yerlərindəki əkinçiləri orada vurmasının haradadır? Tərki təzmini buğdanın almağı ki, buğdanı daha ucuza əkincidən alsa, dünya kubunda daha çox yüksəkdir. Bu haradadır? Hangi ki alırı, üzüm suyu, nə bilim demək olur, alma suyu bunları almaları, əkincidən almaması və bunların iki tərəfli ziyanın olması və sadəcə orada əkincidən ucuz fiyata bu suyundan alıb orada admivə tolid edib və sadir eləyənlərin bunların peygirisi, gümrüyü və bu suyun ixrac olunması bu məsələ haradadır? Tərki şəhər sazini, amayişi sərzəmini 1380-dan bu yana ki təsvib olubdur. Təbrizin məsələsi, dolaşma və şəhərdə su yetişməməsi məsələsi, şəhərsazının qələt olması məsələsi, Təbrizdə yüklü miqdarda göç almasının məsələsi və bunun tavanı olmaması, Şuray şəhəri Təbriz, Ustanlar Azərbaycanı şərqi və bunlar harada? Bunların hamısı harada dediyi cavabsız qalacaqdır. Bunlar sadəcə meydana çıxıb etirazlarını bəlirtmədir. İşin axır sözüm də budur. Əziz məni dinləyənlər, Urmu gölü məsələsi duygusal bir məsələdir. Yəni sadəcə bir klip paylaşmaqla, bir şeir oxumaqla bu məsələ çözülməz, təklif rəf olunmaz. Bir araşdırmacı bir yazar, bir siyasətçi siyasətçinin elə, bir nəticər nəticərlığın elə, bir əkinçi də əkinçiliğin elə. Bunlar hamısı öz yerində. Amma bu məsələ əmniyyəti, güvənlik və xalqımızın gələcəyi məsələdir. Yəni biz buna duyarsızlığımızı gəlib bir kliplə, bir muziklə bunu ikna etmək olmaz. Bunlar olmalıdır, amma yetərli deyil. Bəlkə bircə şəkildə bu etirazlar bəlli olmalıdır. Etirazlar dediyinizcə hüquq sərvəsində anayasaya görə sənin haqqın vardı bu məsələyə etiraz eləsən. Əslən, məsələni gətirib bunların dediyi şəkildə çalışırlar. Daha çox güvənlik məsələsinin içərisinə gəlsinlər, xarici dövlətlərin əlinin olması, bunlar metodlar, Mossad, CIA, bunların hamısının birgə paketin içərisində Urmu gölün məsələsinin arxasına qoysa, belə bir şey deyil. Bu dünyanın olan problemidir. 16 milyon insanın gələcəkdə göç etməsi, kanserin, yəni dəri kanseri, xərçəng xəstəliyin dahaca Qərbi Azərbaycanda, Şərqi Azərbaycanda hələ Araz məsələsi qıraq ki muğamdadır, onu demirik. Bunun yüksəlməsidir, doğum oranlarının daha azalmasıdır, insanlarda doğurganlıq gedir, yerlərin, bütün bizim özümüzdə hektarlarca yerlərimiz Urmu gölün ətrafında hamısı duzla bərabər bir oldu və bu fəlakəti hiss etmək sadəcə ağlamaqla, nalə çəkməklə olmaz. Bunun qabağında gəlmək lazımdır. İllər boyudur, 20 ildir, 25 ildir bunlar deyilir, hər hansı bir çözüm yoxdur. İran İslam Respublikası mərkəzdə oturan insan sənin orada çəkdiyin, haşiyədə, köşədə olduğun, çəkdiyin əziyyəti anlamır. Bunu çıxıb xiyabanda deməlisən. Bu sənin görəvindir, çünki su bir
dünya mirasıdır. Sən bunun gələcəkdəki nəsillərə necə deyirlər, petrol bizim mirasımızdır. İrs qoyman lazımdır. Biz gələcəkdəki nəsillərə bu torpağı, bu suyu, bu mədəniyyəti irs qoymamız lazımdır. Əgər sahib çıxmasaqsa, erkən dövrdə biz İzmihlala məhkumuq təəssüflə. Əgər bu məsələlərə sahib çıxmasaq və bu məsələləri köçəri bir şəkildə bir gün bir pikə gətirib ondan sonra yenə də onu yenildirək, kliplə, danışıqla və bu məsələlə özümüzü iqna etmək də özümüzü aldatmayaq. Bu əsas məsələsi etirazdan keçir və bunların heç biri bu qədər nümayəndə, bu qədər vəzir, bunların heç biri sizi düşünmürlər və təəssüflə ölkə dərəbəyliklə yönətilir və bu dərəbəyliyin qarşısında da dediğimiz ruaya, o dediğimiz millet, o dediğimiz xalq nə deyirsiniz özünüzə çıxıb yumruğunu göstərməlidir və gələcəyimizə bu mirası buraxmalıdır. Çox sağ olun Rıza bəy. Bizimlə vaxt ayırdınız, çox dəyərli bilgilər paylaşdınız. Son olaraq eklemek istədiyiniz bir şey var? Yox, son olaraq sadəcə bunu deməyə çalışıram ki, su məsələsi gələcəkdəki dünyamızın əsas məsələsidir. İsrail və Filistin arasındakı su məsələsi də İran-Əraq savaşındakı Şəddül Ərəbin məsələsi idi. Bangladeş, Çin və Hindistan arasındakı su məsələsidir. Əfqanistan və İran arasındakı su məsələsidir. İraq, İran, Türkiyə arasındakı su məsələsidir. Etiopi və Mısır arasında su məsələsidir. Ukrayna məsələsi, Krimə su məsələsidir, kanalın məsələsidir. Gördüyünüz şəkildə tamam bütün savaşlar, bütün göçlər, bütün demografik dəyişikliklər su üzərində gedir. Və bu bizim gələcəkdəki əsas məsələmizdir. Dünya yeni bir literatur gətirdi. Su göçməni. Bizi bu su göçməni olmağa məhkum etməsinlər. Yoxsa tamamilə bu su göçmən anekdotu ilə, bu su göçmən markası ilə biz İzmihlala doğru gedə bilirik. Sadəcə bizdəki olan deyil, bəlkə fərqli ölkələrdəki olan bu göç məsələsi və inteqrasiya məsələsi və ondan sonra İzmihlal məsələsi yaxın gələcəkdə bizi gözləyə bilər. O da Urmu gölündə istartını vurubdur. Buna diqqət etməmiz lazımdır və mən xahiş edirəm hər kəsdən ki, bu məsələni diqqətlə izləsin və bu məsələ üzərində əlindən gələn nə varsa onu etsinlər. Təşəkkür ederim. Çox sağ olun Rıza bəy. Əziz dinləyicilər, bizimlə də birgə olduğunuz üçün sizdən çox təşəkkür edirik. Bugünkü intervyumuzu burada qurtarırıq. Çox sağ olun.